Beləliklə gəmdəkilər Yunusu dənizə atdılar. Artıq gecə idi. Ətraf qaranlıq idi. Allah böyük bir balıq göndərdi. Balığa əmr etdi ki, Yunusu utsun. Balıq Allahın istəyini etdi. Yunusu utdu. Yunus peyğəmbər balığın qarnında ölmədi. Allah Cəllə Cəlaluhu balığa Yunusu yaralamamasını və onun sümüklərinə zərər verməməsini əmr etdi. Yunus əl-ayağını tərpədə bilirdi. Qulağı da eşidirdi. Yunus balığın qarnında dənizləri dolaşdı və orada bəzi səslər eşitdi. Bu səslərin nə olduğu Yunusa maraqlı gəldi. Allah Cəllə Cəlaluhu Yunusa belə vəhy etdi. Ey Yunus, bu səslər dənizdə məni zikr edən canlıların səsidir. Yunus qaranlıqlar içində dua edirdi. O, Ey Rəbbim, səndən başqa heç bir ilahi yoxdur. Sən pak və müqəddəssən. Həqiqətən mən zalımlardan olmuşam. deyirdi. Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik. Əgər o Allahı təsbih edənlərdən olmasaydı, həqiqətən qiyamət gününə qədər balığın qarnında qalacaqdı.